Salam dostlar, bir də indi bayaqlar aldığımız bu maşını yığmağa başlayırıq. Dal tərəfdən şey oxşur. Nolançı oxşur, biraz gülməlidir. Qabaqdakı adi A4-lərə oxşur. İndi bunu nə tərz yığacağam bilmirəm. Dana nə yazsa bilmirəm. Başıma xidmət. Neysə. İndi bunu yığmaq lazımdır. 1 milyon 800 aldıq deyəsən yadımdan çıxdı yenə. 1 milyon 800 almışıq. Baxdım indicə. Deməli, buna nə var? Asan bir modifiyə ilə satmaq lazımdır. Ona görə mənim həmişə asan formada satdığım formalar eləyim. Burada nələr var? Logo qoyma yeri var yoxmu? Logo yeri. Logo yeri var. Belə yaxşıdır. Sözündə var idi. Bu fersiz eləyir, bu ferlə eləyir, bu ferlə olsa yaxşıdır. Bunu da belə eləyək. Kaput üstü çox dəyişmir deyəsən. Dəyişdim amma dəyişirmiş. Qanunlarına da coinlə bir şey almaq dəyməz bu maşına. İndi buna bir dənə qəşəng bir dənə renk qoyaq. Qara. Mən əslində normalda qəşəng modifiyələr dedim. Sadəcə bunu əlimdən tez çıxaracağımdan ötəri. Yəni çox da üstünə əziyyət vermək istəmirəm. Yəni bunu sadə formada satmaq istəyirəm. Ona görə çox da bir şey eləməyim üstünə bunun. Yəni xırda xuruş detallarla qəşəng bir formada satmaq istəyirəm. Baxaq. Basaq yerə. Dönməni fulləyək. İndi var bilərik başqa buna. Olan şu hədiyyəm olsun. Bir dənə buradan olsun. Şakalı maxırıncılarından. Belə. Belə eləyək. Sarı. Yox əşya. Belə. Formada eləyək. Nömrələrdən də ki, bunları nasıl taxa bilərəm? Bunu taxam. Uğraşar deyək ki, buna. Taxdım. Bu dəyməyik buna. Mənim incə ayarımda bunu hamımıza göstərdim. Maşına ən az bir 100 beygir artırmır, amma 100 sürət artıran bir ayardır. Bütün maşınlarıma da eləyirəm bu ayarı. Oy, biraz çox getdi.